Herkese salam, kanalıma ve videoma hoş gəlmisiniz. Uzun müddətdir ki, uzun söhbətləşəcəyimiz videolar çəkmək istəyirdim YouTube üçün. Nəhayət bugün başlayıram. Arxa fondan səslər gəlsə üzrlü sayın. Çünki sustura bilmirəm yəni. Bugün nə haqqda danışacağıq? Sürətli həyat tempi ilə namazı necə idarə edirsən deyə bu sual gəlmişdi. Əslində elə də sürətli, qaçı-qaçlı bir həyatım yoxdur. İnşallah bir gün olar. Bunu həqiqətən istəyirəm. Yəqin ki, universitetə gedəndə, universitetlə namaz necə idarə edirəm və ya harasa gedəndə yəqin ki, bu barədə soruşulur. Deməli, mən namaz necə başlamışam? 10-cu sinif idim. 10-cu sinifi bitirdim və çox çətin bir dönəmdə idim. Dəhşətli dərəcədə çətin bir dönəm idi. Necə başa çıxacağımı, nəyi tutacağımı bilmədiyim bir dönəm idi. Sonra namaza başladım. Başladığım bir ay müddətində elə olurdu ki, sübh namazına oyana bilmirdim. Və yəni heç nə halımın olmadığı bir dönəmdə idim deyə. Yəni gündə 5 dəfə qıla bilmirdim də tam. Amma bir aydan sonra səhv eləmirəmsə, bir aydan sonra artıq sübh namazlarına oyanmağa başladım, davamlı olaraq qılmağa başladım. Çünki yəni ona tutunurdum da, yəni namaza tutunaraq yaşayırdım. Ümidim ona idi ki, yaxşı olacaq. Mən də əvvəllə düşünürdüm ki, 11-ci sinifi qutarım, sonra başlayaram. Tam da var ki, məktəbi qutarım, onu qutarım, bunu qutarım, sonra başlayaram. Yəni elə düşünürlər ki, yəni qorxurlar ki, tam qıla bilməyəcəm, gündə 5 dəfə qıla bilməyəcəm, gündə 5 dəfə qıla bilməyəcəmsə heç qılmayım. Amma bu düşüncə mənim fikrimcə düz deyil. Biri var gündə sən 2 dəfə də olsa Allahın huzuruna gedəsən, bir də var ki, tam qıla bilməyəcəyindən qorxduğun üçün o huzura heç getməyəsən. Sizcə hansı yaxşıdır? Yəni ən azından gündə 2 dəfə də olsun o namazı qıla bilmək daha yaxşı deyil. İndi bunun vaxtı idi qarğa. Qarğadır. Bugün məndən nə istəyirsiniz? İnsan başlayanda həqiqətən sevərək, yəni o namazı sevəndə Allah həqiqətən də insana kömək olur. Allah həqiqətən də insana kömək olur da, cəsarət eləyəndə, başlayanda onu qılma gücü verir insana. 11-ci sinif ən çətin, yəni ən qaça-qaçlı bir dönəm. Amma mən 11-ci sinifdə yəni çalışırdım ki, namazlarım qəzaya getməsin də. Məsələn, hazırlıqda oldu, namaz vaxtı oldu, qıla bilmədim, son gələn kimi qılırdım. Elə olurdu ki, hazırlığım 1-də idi ana dilindən, buradaydı da, yaxındadır, 5 dəqiqəlik bir yoldu. Namazda 12:50-də falan azan idi məsələn. Tez onu qılırdım, sonra gedirdim. Müəllimə deyir ki, niyə gecikmirsən? Dedim ki, mənim namazım var idi. Yəni bunu özümü tərifləmək üçün, ay mən namaz qılıram, mən %100 bir insanam, mən səhvsiz bir insanam, mən günahsız bir insanam kimi demirəm. Namaz qılıram, amma mənim də səhvlərim var. Namaz qılıram, amma mənim də günahlarım. İndi burada namaz qılmayan bir insana sən günahkarsan, namaz qılan bir insana da sən yəni sən günahsızsan, səhvsizsən kimi yanaşa bilmərik də. Ola bilər ki, sən də bugün namaz qılmırsan, amma mən sənə pis insansan deyə bilmərəm. Sadəcə yəni bir yerdən başla deyə bilərəm, cəsarətli topla deyə bilərəm, qorxma deyə bilərəm. Ola bilər ki, çox çətin bir dönəmdəsən. Amma elə bu dönəmdə başla o namaza. Mən sənə demirəm ki, namaza başlayacaqsan və həyatın %100 dəyişəcək, bütün problemlərin bitəcək, bütün kədərlərin gedəcək. Mən sənə belə bir şey demirəm. Mən namaza başlayan kimi mənim yəni içimdəki acı o an keçmədi. Namaza başlayan kimi bütün dualarım qəbul olmadı da. Yəni bu zamanla olan bir şeydir. Yəni gözlədim, davamlı namaza getdim, davamlı dua elədim. Bəlkə də Allah səni sınayır ki, sən o namaza başladın, Məsələn, bir niyyətin oldu, bir duan oldu. O qəbul olmayandan sonra namazdan vaz keçəcəksənmi, yoxsa yenə mi davam eləyəcəksən? Yəni əsas olan davam eləməkdir, əsas olan ümidi kəsməməkdir. İnsanıq, təəssüf ki, səhvlər də eləyirik, günahlar da eləyirik, amma ki yəni bağışlanmağımıza inanmaqdan başqa bir çarəmiz yoxdur. Əgər hər şeydən ümidimizi kəssək, həyat heç yaşanılacaq bir yer olmaz. Əgər Allahdan ümidimizi kəssək, yəni yaşamağın bir mənası olmaz, insan yaşamaq istəməz. İndi hər kəsin inancları fərqlidir və mən bunu sorğulaya bilmərəm.
Və bir dəfə vloquma biri yazmışdı ki, Allah səni islah eləsin. Bu nə açıq-saçıq geyimlərdir. Ki, yəni namaz qılırsan da, yəni bu açıq-saçıqsan, namaz qılma falan, bu sənin özünə qalan bir şeydir. Və açıq-saçıq da elə bir açıq-saçıq sözdür ki, mən açıq-saçıq geyindiyimi də düşünmürəm, yəni. Nəysə, bunun heç kimə bir aidiyyatı olmamalıdır, heç kimə bir dəxli olmamalıdır. Namaz qılanda bir müddət sonra həyatını, yəni namazı həyatına uyğunlaşdırmırsan da, özünü həyatı o namaza uyğunlaşdırmağa çalışırsan ki, məsələn bura gedəcəm hə. Yəni namazımı qılım sonra gedərəm, ya namazıma çatacağam falan. Bunları düşünürdü insan o namazı sevib ona bağlanandan sonra. Ümid edirəm ki, hər kəs üçün xeyirlisi olar. Qılmaq istəyən, başlaya bilməyən, qorxan hər kəs də buna cəsarət eləyər və başlaya bilər. İnsan sevirsə bir şeyi, ona vaxt ayırmağın yolunu tapır. Bəhanə yox, vaxt tapır. Bu qədər. Ümid edirəm ki, namaz arzusunda olan hər kəs qorxularına qalib gələr və o namaza başlaya bilər. İnşallah Allah hər birimizə ürəyimiz kimi, niyyətimiz kimi bir həyat nəsib eləsin. Ümid edirəm ki, videomu bəyənmişsinizdir. Bəyənmişsinizsə kanala abunə olmaq və fikirlərinizi bildirməyi unutmayın. Bundan sonraki söhbət videolarında nə haqda olmasını istəyirsinizsə o haqda yazın, o haqda danışaq. Sağ olun, görüşərdək.